bütün peyğəmbərlərin əsas mesajı, əsas məqsədi tövhid olur. Buna şək yoxdur. Qurana baxsaq biz bunu görərik. Məsələn, Allah Subhanahu wa Ta'ala Nəhl surəsində buyurur ki: "Və laqad ba'athna fi kulli ummetin rasulan an ya'budullaha və ijtanibu at-tağut." Bütün peyğəmbərlər, bütün ümmətlərə biz peyğəmbər göndərdik. Əsas mesajı nə idi o? Tək Allah'a ibadət edin və Allahdan qeyrisinə ibadət etməyin. Çəkinin. Ona görə qardaşlar, tövhid bütün peyğəmbərlərin dinidir. Məsələn, baxın, Ərəf surəsində, həmçinin Hud surəsində gəlir. Allah Subhanahu taala bir-bir peyğəmbərlərdən danışır. Əvvəl Nuh əleyhissalamdan danışır, sonra Ad qövmündən danışır. Bütün bu qissələr Allah Subhanahu taala deyir ki, biz Nuhu göndərdik. Nuh nə deyirdi? Deyirdi ki, tək Allah'a ibadət edin, ona şərik qoşmayın. Ad qövmünə eyni şey. Ad qövmünə, onların qardaşları Hudu göndərdi. Nə deyirdi? Allah'a tək ibadət edin. Mə ləkum min ilahin qeyru. Yəni başqa sizin üçün ilah yoxdur. Tək Allah'a ibadət edin. Və həmçinin sonra deyir Samud qövmü. Samud qövmünə onlar üçün Salih'i göndərdi. Salih peyğəmbər. Onların qardaşlarına nə deyirdi o? Tək Allah'a ibadət edin. Mə ləkum min ilahin qeyru. Eyni söz. Yəni fikir verin, onlar hamısı eyni söz deyirlər. Ya qavmi ibudullaha mə ləkum min ilahin qeyru. Yəni tək Allah'a ibadət edin. Mə ləkum min ilahin qeyru. Sizin üçün başqa bir ilah yoxdur.